Gəncədə bir gündə 2 bıçaqlanma hadisəsi qeydə alınıb. Qanlı olaylar qısqanclıq zəminində baş verib. Bıçaqlanan şəxslər xəstəxanaya çatdırılıblar. Hazırda onların vəziyyəti ağırdır. Gəncədə qısqanclıq zəminində 2 bıçaqlanma faktı qeydə alınıb. Sentyabrın 20-sində axşam saatlarında Gəncə şəhər Tağı Arani küçəsi 9 saylı binada yaşayan Məhərrəmov Lamiyə Knyaz qızının mənzilinə gələn 1989-cu il təvəllüdlü Əhmədov Emin Marif oğlu bıçaqlanıb. Belə ki, sözü gedən şəxsin binaya gəlməsini həzm edə bilməyən qonşuluqda yaşayan 1990-cı il təvəllüdlü Hüseynov Royal Dilqəm oğlu dırnaqarası qonağa 2 bıçaq zərbəsi endirib. Yaralı ərazidən keçən insanlar tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Mübahisə zamanı 1993-cü il təvəllüdlü Hüseynov Royal Dilqəm oğlu əlindəki bıçaqla Əhmədov Emin Marif oğlunu qarın nahiyəsindən və ayaq nahiyəsindən vuraraq daxilə keçən xəsarətlər yetirmişdir. Həmin faktla əlaqədar tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış. Eyni gündə bənzər cinayət hadisəsi şəhərin Fərhad Əliyev küçəsində də qeydə alınıb. Bina 9, mənzil 36-da yaşayan Gəncə şəhər sakini Hüseynov Maqsud Cümşüdoğlu, həyat yoldaşı Məmmədov Esmira Abbas qızını, iş yoldaşı Abbasov Binəçi Fərmail oğlu ilə birlikdə mənzildə gördükdə Binəçi Abbasova daxilə keçən bir neçə bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb. Hüseynov Maqsud Cümşüdoğlu yaşadığı Gəncə şəhər Fərhad Əliyev küçəsi bina 9 mənzil 36-ya gəldikdə yaşadığı evdə həyat yoldaşı Məmmədov Esmira Abbas qızının qızı ilə birlikdə yaşadığı evdə digər şəxs. Onun iş yoldaşı Quliyev Binəçi Fərmail oğlunu gördükdə qısqanclıq zəminində qeyd olunan şəxsdə, yəni Binəçi Quliyev aralarında yaranmış mübahisə zamanı yaşadığı evdə mətbəxdən götürdüyü bıçaqla Binəçi Quliyevə vurub xəsarət yetirmişdir. Hazırda yaralıların vəziyyəti orta ağır qiymətləndirilir. Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa zərbə vurma maddəsi ilə cinayət işi açılıb. İlham Məmmədov, Sədan Zeynalov, Elmir Həsənov, LTV Gəncə.